Paytaxtda tıxacların qarşısını almaq üçün tədbirlər davam edir və bu tədbirlərin əsasında dayanma durmaya görə protokolların yazılmasıdır. Bu dəfə sürücüyə gələn cərimə protokolu 20.000 manata yaxındır. Həcər Xəlilova deyir ki, ona məxsus 90ZY 271 dövlət qeydiyyat nişanlı Chevrolet Aveo markalı avtomobil dayanma durma qaydalarının pozulması əsas gətirilərək cərimələnib və cərimə meydançasına yerləşdirilib. Maşının içini çəkib. Orada var yəni, şəkillər də var. Özdə heç birində mən olmamışam orada. Çəkib içini çəkəndə bunu götürüb aparıydın. 100 olanda aparıydın, 200 olanda aparıydın. 500 olanda aparıyordum, mənim imkanım daxilində də. Maşının öz pulundan da çox cərimə gəlsin üstünə, gedib o maşını dalaşıyacam. Mən o maşını çıqqan yığıb almışam. Şikayətçi Həcər Xəlilova deyir ki, səhhətində problem yarandığından ona məxsus avtomobili yanında olmaq şərti ilə qardaşı idarə edib. Bu müddət ərzində qardaşı Afəddin Qurbanovu yol patrul xidmət əməkdaşı saxlamayıb. Bundan əlavə nə mobil telefonuna, nə də ev ünvanına cərimənin yazılması ilə bağlı bildiriş gəlməyib. Həmin protokolları mən getmişəm Nərmanova 4 dəfə, 5 dəfə gedəndən sonra orada çıxartdırmışam. Yoxsa nə protokol gəlib, nə SMS gəlib. İş məhkəmə müstəvisinə gedib çıxıb və Xəlilovanın iddiası qismən təmin olunub. Belə ki, Nəsimi rayon məhkəməsinin qərarına əsasən yol polisi idarəsi tərəfindən inzibati tənbih verilməsi haqqında qərar ləğv edilməsi və işə baxılması üçün yenidən Baş Dövlət Yol Polisi orqanına qaytarılıb. Əvvəlcədən bunu araşdırardı, 20 minə çıxartmazdı. Mən rol arxasında olmamışam, məni rol arxasında saxlayıb orada protokol tərtib eləməli idi mənə hardasa, heç harda saxlamayıb. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, məhkəmə orqanının çıxartdığı qərara uyğun olaraq icraat aparılıb. Vətəndaş Xəlilova Həzər Mürsəl qızının müraciətinə Baş Dövlət Yol Polisi İdarəsində baxılmışdır və müəyyən olmuşdur ki, həmin şəxsin sürücülük hüququ məhdudlaşdırıldığı halda İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsini pozaraq avtomobili hüquqsuz idarə etdiyi üçün cərimələr tətbiq olunmuşdur. Məsələyə məhkəmə orqanında baxılıb, hazırda məhkəmənin çıxartdığı qərara uyğun olaraq icraat aparılır. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan hallardan biri də məhz cərimə məbləğinin 3 ay müddətində ödənilməməsidir. Bu zaman İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən müvafiq materiallar məhkəməyə təqdim olunur və yalnız məhkəmənin qərarı əsasında şəxsin sürücülük hüququ müəyyən müddətə məhdudlaşdırılır. Gəlib evdən sənəd götürmüşəm, aparıb göstərmişəm. Mənə demiş ki, cərimə var. Mənə deyib ki, sənin banklara nə qədər borcun var, maşınlara borcun var. Sizin banka heç bir borcunuz yoxdur. Xeyr, bankla mənə həbs qoyub, məndən xəbərsiz. Ay pulum vermişəm. Növbəti də bağışlanmaya düşəndə 3000-də bankdan, dövlətdən mənə pul qayıdıb. Gedib xitam almışam, onların hamısını xitamdan çıxartmışam. Sonra pravarişeniyə gedib pravarişeniyadan çıxartmışam. Şəxs gələcəkdə cərimə məbləğini ödəyərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinin 152-ci maddəsinə əsasən müvafiq məhkəməyə müraciət edərək cərimə məbləğini ödədiyini və sürücülük hüququnun məhdudlaşdırılması barədə qərarın aradan qaldırılması barədə müraciət edə bilər. Və yalnız məhkəmə qərarı əsasında şəxsin sürücülük hüququ bərpa oluna bilər. Həcər Xəlilova deyir ki, əgər çıxarılan yekun qərar onu qane etməzsə, yenidən məhkəməyə müraciət edəcək.